Mən Arif Əzoğlu, sahibkaram. Avtomobillərin idarəsində məşğulam. Taksi üçün maşınlarını da verirəm. Bir avtomobillə başlamışdım. İllər sonra artırıb, indi hal-hazırda 6 avtomobilim var. Bir maşınla başlamışdınız, daha sonra 5-6 avtomobilə kimi artırdınız. Bu iş həqiqətən qazandırır. Qazandırır, amma belə deyək, sistem yoxdursa qazanc görünmür açığı. Ən böyük çətinliyiniz nə idi? Ən böyük çətinliyim pul gəlirdi, belə deyək, amma bilinmirdi hara necə gedirdi. Yəni Bəs biz ilk növbədə nəyi dəyişdik? İlk növbədə sistem quruldu. Ayrıca hər maşın üçün gəlir, uçot hamısı yazıldı, qeyd olundu və vergi məsələləri həll olundu. Sahibkarlıq təkcə maşın almaq, maşın icarəyə vermək deyil, həm də sistem qurmaqdır. Nəticədə sahibkar real qazancını görür, hər maşının effektivliyini bilir, risklər azalıb və maliyyə idarəsi şəffafdır. Biz sahibkarların işinin maliyyə sistemini qururuq. İşinizi peşəkarlara həvalə edin.